Deməli, keçən dərs üçün feildən danışmışdıq. Feilin təsdiqlənən və təsdiqlənməyən formaları haqqında video izah da göndərmişdim qrupa. Həmçinin sınağımız var idi, mətn tapşırığımız və sair kimi müxtəlif materiallar göndərmişdim ki, işləyəsiniz. Əvvəl göndərdiyim sınağa baxaq, göz gəzdirək, görək necədir vəziyyət, nə işləmisiniz. Ondan sonra da artıq mətn və verdiyim testlərə baxarıq, göz gəzdirək. Başlayaq birinci sınağımızdan. Sınağı işləmisinizmi? İşləyənlər zəhmət olmasa bir əl qaldırsaydı möhtəşəm olardı. Xeyransə müəllim, buyurun eşidirəm. Hə, işləmisiniz, Sevinc müəllim işləyib, Gülnar müəllim, nə gözəl, Günzalə müəllim. Əla. Başlayaq biz sınağa, baxaq görək hələ nə işləmisiniz, nə işləməmisiniz. 96. Elə bilirəm ki, çətin olmaz. Çətin olmaz. 90. Tünzalə müəllim, bu yəqin ki sizsiniz. 14 sual işləmisiniz. Burdan deyin yavaş-yavaş, elə mən burdan testlərin üzərindən tək-tək izah eləyim. Birinci sual səhvdir. Birinci sualla başlayıram. Deyir ki, tərkibində feilin quruluşsa yalnız 2 növünə aid nümunə olan cümləni seçin. Yalnız 2 növünə. Deyək ki, sadə və düzəltmə, mürəkkəb olmasın. Mürəkkəb və düzəltmə olsun, sadə olmasın. Belə bir şey. A variantı seçmisiniz. Faşizm üzərində tarixi qələbədən sonra ölkənin qarşısında təxirə salınmaz vəzifələr dururdu. Tamam, burada dururdu sözü bizim sadə feilimizdir. Axı bu cümlədə başqa feil yoxdur. Yəni ola bilməz. Təxirə salınmaz sözü də mürəkkəb sifətdir. Təxirə salınmaz vəzifələr. Ona görə A variantı bizim cavabımız ola bilməz. Başqa da yoxdur. Salam. Salam, hər vaxtınız xeyir olsun müəllim. Müəllim, məni çaşdıran o feili sifətlə mən sifəti qarışdırıram. Onu mən bir Feil yolun sifətlə deyəcəm. sifəti, hansı feil sifətlə? Şəkilçi idi Məsələn, problem. Aha. bax burada təxirə salınmaz sözü məni çaşdırır ki, Niyə feili sifət götürmürük? bəli. Axı feili sifətin maz deyə bir şəkilçisi yoxdur. Feili sifətin şəkilçiləri an, ən, malı, məli, ası, əsi, acaq, acaq, d üstəgəl mənsub eş şəkilçisi, bir də ki mış, mış, muş, muş. Yəni bu şəkilçi yoxdursa mən onu feili sifət kimi düşünə bilmərəm qətiyyən, qətiyyən. Aydındır? Yəni birinci şəkilçi olmalıdır. Şəkilçidən sonra məzmuna baxmalıyam. Təxirə salınmaz sözündə feili sifətə aid hər hansı bir şəkilçi varmı? Yoxdur. Ona görə bu söz feili sifət kimi götürülə bilməz. Bax, qorxmaz əsgər. Axşamınız xeyir olsun Sevinc müəllim. Qorxmaz əsgər, qorxmaz sözü feili sifət yox, sifətdir. Çünki feili sifətin maz deyə bir şəkilçisi yoxdur. Unudulmaz illər, keçilməz yollar və s. Həmin o bu tip sözlər nə hesab olunur? Sifət hesab olunur. Aydındırmı müəllim? Bəli, bəli. Hə, ona görə təbii ki, burada cavabımız A variantı olmayacaq. B variantında qoca kəndiri avarlar bənd edilən halqadan keçirib mıxlara bağladı. Bax burada bənd edilən sözü bizim mürəkkəb feilimizdir. Bənd etmək. Daha sonra başqa nə var burada? Bənd edilən mürəkkəb feildir. Keçirib, halqadan keçirib. Düzəltmə. Keçməkdən keçirmək düzəltmədir, bağdan da bağlamaq düzəltmədir. Deməli burada keçirmək düzəltmə feildir, bağlamaq düzəltmə feildir, amma bənd edilən mürəkkəb feildir. Yəni bu nümunədə nə var? Mürəkkəb feil var, düzəltmə feil var. Sadə feil varmı? Xeyr, sadə feil yox. Bağlamaq sözünü sadə götürmüşdüm. Yox, bağlamaq sözünün kökü bağdır. Bağ sözündən bağlamaq söz yaranıb. Bağ dediyimizdə meyvə bağından söhbət getmir təbii ki burada. Bağ dediyimiz ayaqqabı bağı. Ümumiyyətlə ip mənasında ayaqqabı bağı deməyirik. Sadəcə ip, bağlama vasitəsi. Düzəltmədir. Deməli burada həm düzəltmə söz var, həm də mürəkkəb söz deyəndə yəni feili soruşur. Feil var, ona görə cavabımız olmalıdır B variantı. O bir variantlara da baxaq ehtiyata. Dənizin sinəsini tez-tez yaran avarların səsi sükutu pozurdu. Deməli burada yaran sözü sadə feildir. Həmçinin də pozurdu sözü yenə də sadə feildir. Cavabımız bu da ola bilməz. Küləyin sürəti istiqamətində hərəkət etsəm, hərəkət etmək mürəkkəb feil. Evə qayıda bilərəm, qayıda bilmək. Bu da mürəkkəb feildir. Ümumiyyətlə, bilmək sözü özündən əvvəl Aə şəkilçili feilə qoşulur və mürəkkəb feil yaradır. Oxuya bilmək, yaza bilmək, gedə bilmək, gələ bilmək, qayıda bilmək və s. Bax, qayıtmaq feilinə Aə şəkilçisi qoşuruq, onu da birləşdiririk bilmək sözünə. Nəticədə nə yaranır? Mürəkkəb feil yaranır. Yəni ikisi də mürəkkəb feildir. E variantında külək şərqdən əsəndə sadə feil, gəlirdi yenə də sadə feil, ancaq sadədir. Cavabımız B variantı. Aydındır mı müəllim?
Bəli, çox sağ olun. Tamam, nə gözəl. Sevinc müəllim, o sualda inkar feil sifət olsaydı təxirə salınmayan olardı. Hə, bəli, təxirə salınmayan olsaydı 100% orada feil sifət kimi götürərdik. Düzdür Sevinc müəllim. Amma təxirə salınmaz dediyi üçün bu feili sifət yox, sifət olaraq qəbul olunacaq. Xeyransa müəllim, buyurun, eşidirəm sizi. Müəllim, salam, axşamınız xeyir. Xeyir olsun. Müəllim, mən ikinci sualı başa düşə bilmədim. O uçurdu, bir də vardı, qururdu. Burada o ır şəkilçisini biz nə zaman düzəltmə, nə zaman sadə Tamam. götürürük? Bu Bir də dəqiq. o iki cür düşünülən feillər var. Müəllim, mən onlarda çox çətinlik Bitirdi, çəkiyorum. Onlar bizi ayrı-ayrı. köçürdü və sair tipli sözləri nəzərdə Bəli, tuturuz. Tamam, bu bəli. dəqiqə izah eləyirəm. Problem yoxdur. Sevinc müəllim, eşidirəm. Müəllimən sualına qüvvət mənim. Məndə də elə bir dənə səhv var, ikinci sualdadır o da. Mən burada iki variantda düşünürəm ki, düz götürmək olar. Mənim siz yenə baxın. Tamam, baxaq. Yəni Deyir ki, verilmiş nümunədəki çatdıra feillər. bilərəm fikrimi. Siz yenə baxın müəllim. Tamam, baxıram. Deməli, deyir ki, verilmiş nümunədəki feillər haqqında doğru fikri müəyyən edin. Yaz gələndə uzaq ellərə köç edən quşlar yenidən bura uçur və yuva qururlar. Deməli, baxaq. Yaz gələndə, burada gələndə feili var, sadədir. Köç edən feili var, mürəkkəbdir. Uçur sözü var, sadədir. Qururlar sözü var, bu da sadədir. Bu da sadədir. İndi gəlin mən bunu sizə, bunların sadə yoxsa mürəkkəb olduğunu necə tapırıq? O bir neçə yolu var, birini göstərim. Ekrana, təmiz ekran açın. Deməli, çox rahat bir neçə üsulu var. Baxaq. Oy, bu nədir? Bunun aşağısında yazaq elə. Deməli, yazırlar ki, uçur sözü. Uçur. Uçur sözünü cümlə daxilində işlədək. Uçurmaq, itirmək, qaçırmaq, köçürmək, ötürmək və s. bu tip çox söz göstərə bilərik ki, onlar quruluşca həqiqətən iki cür düşünülürlər. Onları fərqləndirməyin rahat yolları var. Birinci, mən bunu hər zaman sual vermək üsulundan istifadə eləyin deyirəm. Nədir sual vermək üsulu? Baxın, yazıram ki, itirdi sözünü yazaq birinci. İtirdi. Bunu iki cür düşünək. Uçurduğunu da ardıca yazaraq. Yazıram ki, Nəsib pulunu itirdi. Bir də Nəsibin hər gün pulu itirdi. Yazığı necə bir bədbəxtlik tapıbsa, hər gün pulu itirmiş. Deməli, Nəsib pulunu itirdi, bir də ki, Nəsibin hər gün pulu itirdi. İki sözün, ikisi də itirdi sözüdür. Sadə yoxsa düzəltmə. Sual verərək, əgər nə etdi sualını verirsənsə, bu düzəltmədir. Əgər nə edirdi sualını verirsənsə, bu sadədir. Bax, Nəsib pulunu itirdi. Sualımız nə etdi? Deməli, burada düzəltmədir. Nəsibin hər gün pulu itirdi. Nə edirdi sualını verirsən, demək, burada ir artıq qrammatik şəkilçidir. Yaxud bunu inkarda işlədək. Nəsib pulunu itirdi. İnkar nədir? İtirmədi. Əgər mamə inkar şəkilçisini həmin o irdən sonra qoşursansa, demək düzəltmədir. İndi bura bax, Nəsibin hər gün pulu itirdi. İnkarda necə olacaq? İtmirdi. Bu inkar şəkilçisini hara qoşduq? İrdən əvvələ. Əgər inkar şəkilçisini ir şəkilçisindən əvvələ qoşursansa, demək qrammatik şəkilçidir. Bax, təkrar edirəm. Sual vermə üsulu ilə tapa bilərsən. Nə etdi sualını verirsənsə, düzəltmədir. Nə edirdi sualını verirsənsə, həmin o ir qrammatik şəkilçidir. Bu öz yerində. Bundan əlavə sual verməklə paralel olaraq bu sözü inkarda işlədərək də düzəltmə, yəni təkcə bu sözdən söhbət getmir, yəni bu tip sözlərdən söhbət gedir. İnkarda işlətməklə də sadə yoxsa düzəltmə olduğunu müəyyən eləyə bilərsiniz. Dediyim kimi, əgər inkar şəkilçisini həmin o ir şəkilçisindən sonra artırırsansa, bu düzəltmədir. Düzəltmə. Yox, əgər həmin o inkar şəkilçisini ir şəkilçisindən əvvəl artırırsansa, deməli o nədir? Oradakı ir qrammatik şəkilçidir və inkar sadədir. Başqa bir nümunə yazaq. Nəsib təyyarəni uçurdu. Bir də yaxınlıqdan
yaxından təyyarə uçurdu. Deməli, bax, deyirəm ki, Nəsib təyyarəni uçurdu. Sual verirəm, nə etdi? Nə etdi sualını verirəmsə, demək buradakı ir, həmin o ur şəkilçisi leksik şəkilçisidir. Və yaxud da ki, inkarda işlədəndə Nəsib təyyarəni uçurdu. İnkarda necə olacaq? Uçurmadı. Yəni inkar şəkilçisini bu ur şəkilçisindən sonra artırıram. Sonra artırırsansa yenə də deyirik, bu şəkilçi leksikdir. Digərinə baxıram. Yaxından təyyarə uçurdu. Nə edirdi? Uçurdu. Nə edirdi? Nə edirdi sualını verirəm. Həmin o ır şəkilçisi demək qrammatikdir. İnkarda da işlədib yoxlaya bilərik. Yaxından təyyarə uçurdu, inkarı uçmurdu. Həmin o inkar şəkilçisini bura artırdım. Demək nədir bu? Bu şəkilçi qrammatik şəkilçi olacaq. Aydındır bu məsələ? Qaranlıq qalmadı kiməsə? İndi həmin sualınıza qayıdaq. Baxaq görək o sual nə idi? Deməli, sualımızda nə istəyir? Deyir ki, nümunədəki feillər haqqında doğru fikri müəyyən edin. Yaz gələndə sözü sadə feil, uzaq ellərə köç etmək sözü mürəkkəb feil, quşlar yenidən bura uçur. Bax, sual ver, nə edir? Nə edir? Yəni, ir varsa necədir? Bu qrammatik şəkilçidir, yəni sadədir. Yuva qururlar nə edirlər? Yenə də ir sualdadır. Yenə də qrammatik şəkilçidir. Və yaxud da inkarda da işlədib yoxlaya bilərsən. Quşlar yenidən bura uçur, uçmur. İnkar şəkilçisini həmin o irdən əvvələ artırdın. Bura artırdın. Bunun əvvəlinə. Deməli, qrammatikdir. Yuva qururlar inkarı nədir? Qurmurlar. İnkar şəkilçisini hara artırdın? Həmin o irdən əvvələ. Demək, ir şəkilçisi, daha dəqiq burada ur şəkilçisi qrammatik şəkilçidir. Baxaq, A variantda deyir ki, tərkibində eyni şəkilçi işlənən feillərdən biri quruluşda düzəltmədir. Uçurla qururlar sözü. İkisi də sadədir də, düzəltmə deyirlər ki, xeyr. Demək, bu fikir səhvdir. B variantda deyir ki, tərkibinə görə təhlili iki cür düşünülə bilən feil işlənmişdir. Bax, bu nümunədə tərkibinə görə təhlili kənarda olaraq, yəni uçur sözünü, qurur sözünü kənarda mən iki cür təhlil eləyə bilərəm. Okey, bununla bağlı problem yoxdur. Amma bu nümunə daxilində mən onu elə düşünə bilərəmmi? Məncə düşünmək olmaz. Yaz gələndə uzaq ellərə köç edən quşlar yenidən bura uçur. Nə edir? Yəni, bu iki cür düşünülə bilməz axı. Ona görə bu fikir səhvdir. C variantı feilin quruluşsa yalnız iki növünə aid nümunə işlənmişdir. Baxıram, köç edən mürəkkəbdir. Uçur sadədir, gələndə sadədir, qururlar sadədir. Sadə var, mürəkkəb var. Düzəltmə varmı? Xeyr, yoxdur. Deməli, doğru cavabımız olmalıdır C variantı. D variantda deyir ki, feili bağlama feili sifət tərkibinə daxildir. Feili bağlama feili sifət tərkibinə daxildir. Səhvdir. Gələndə sözü feili bağlamadır. Bəs feili sifət varmı ümumiyyətlə nümunədə? Təbii ki, xeyr, bu da səhvdir. D variantda ola bilməz. E variantında isə deyir, təsriflənən feillərin tərkibində zaman şəkilçisi ilə amonim olan şəkilçi işlənmişdir. Təsriflənən feillər hansıdır? Köç, uçur, bir də ki, qururlar. Bu sözlərin tərkibində ir şəkilçisi işlənibdir. Buradakı ir şəkilçisi də zaman şəkilçisinin özüdür. Zaman şəkilçisinin amonimi yox, məhz özüdür. Ona görə cavabımız olmalıdır C variantı. Aydındır mı Sevinç müəllim? Müəllimə, bu sualda dediniz ki, B variantında yəni nümunə daxilində düşünməliyik ki, biz onu ayrılıqda götürmüşdüm, düzün desəm, həm leksik, həm də qrammatik şəkilçi kimi götürə bildiyimizə görə. O baxımdan B variantı seçmişdim. D-nin nə üçün mən çıxdım mən variantdan? Mən məna cəhətdən düşündüm, düzün desəm. Sintakti təhlil elədim. Quşlar mübtəda, hansı quşlar? Uzaq ellərə köç edən feili sifət tərkibi olaraq götürdüm. Yaz gələndə sözünə aid etmədim. Onu xəbərlə əlaqələndirdim ki, yaz gələndə uçurlar da, yaz gələndə uzaq ellərə köçmürlər. Bu mənadan düşündüm. Yəni, biz belə başa düşdüm ki, yəni tərkibə daxil etmədim ki, məna əlaqəsi ifadəsini, köç edən ifadəsinin tərkibinə daxil etməmisiniz, düzdür? Etmədim, xeyr. Düz eləmisiniz də. Bir dəqiqə. Düz eləmisiniz də. Düz eləmisiniz, daxil deyil onsuz da. Yəni, məna baxımdan mən düşündüm ki, müəllim, yaz gələndə
uzaq ellərə köç etmir də. Quşlar yəni uzaq ellərdən gəlirlər də. Bura Bu yazılır, mənada zaten yazılır düşündüm. yenidən bura uçur. Bəli, bəli. Aha, O yaz gələndə baxımdan. yenidən bura uçurlar. Yəni doğru düşünmüsünüz, amma burada bizdən nə istəyir? Deyir ki, feili bağlama Düzgün, feili sifət tərkibinə daxildir, amma daxil deyil də. Bu fikir səhvdir. daxil Bizdən doğrunu istədiyi üçün deyil. buna ümumiyyətlə baxmırıq da. Bəli, bəli. Amma bir sualım var idi elə Hı hı. bununla bağlı. Müəllim, mən indi burada məna cəhətdən götürdüm də, amma belə baxanda bu feili bağlama, yəni yaz gələndə feili bağlama tərkibi deyək də, həm feili sifətlə əlaqəyə girir, həm də Aha, xəbərlə əlaqəyə girir. doğru. İndi mən bütün cümlələrdə belə götürəcəm bunu. Yəni bu Mənaya baxmalıyıq. düzgünmü Bəli, məna düşünürəm? əlaqələnməsi olmalıdır ki, cümlədə məzmun baxımından ortaya leksik normanın pozulmadığı bir cümlə çıxsın. Ona diqqət etmək lazımdır. Yaxşımı? Hem sosyal iktisadi hizmetleri hem de Tamam. Başka sual? münasebetiyle tebrik etmek isterim. Xeyrənsə müəllim, aydın oldu mu sual? Bəli, müəllim, aydın oldu sual. Müəllim, indi qarşımıza bu cür suallar çıxanda verdiyiniz qaydadan istifadə edə bilərik. Bütün suallarda Bəli, bu cür bəli. suallarda. İkili bu formada düşülən sözlər demirsiniz. Yəni uçur, Bəli, itir, bəli. ötür, köçür. Bəli. Bəli, dediyim iki qaydanın ikisi də hər zaman keçərlidir. Hər zaman. Bəli. Təşəkkür edirəm, sağ olun. Sual nə edir sualın versən oradakı şəkilçi qrammatikdir, nə etmək sualın versən leksikdir. Həmçində inkarda işlətmək. Əgər inkar şəkilçisini o şəkilçidən sonra artırırsansa leksikdir, əvvəla artırırsansa qrammatikdir. Yəni bu hər zaman keçərli bir qaydadır. Aydınmı? Tamam. Sonra başqa sual burada qoy baxaq görək. Eşidirəm burada sual varmı? Nömrəsini deyin zəhmət olmasa. Varsa. Yoxdur. Qoy baxım görüm. Tünzalə müəllim nə eləyibdi? 11-ci sualı səhv eləyibdi Tünzalə müəllim. Burdasınızmı Tünzalə müəllim? Hə, burdasınız. İzah eləyək bunu. Deməli, deyir ki, cümlələrin birində məsdər tərkibi feili sifət tərkibinin aslı tərəfində işlənmişdir. Yəni feili sifət tərkibi var və onun əvvəlində də məsdər tərkibi var. Burada B variantı seçmisiniz. Deyir ki, dostunun zəifləməyini görən Həsən üzünü yana çevirdi. Qəşəng variant seçmisiniz, amma ki, fırıldak, çaşdırıcı bir variant. Siz burada dostunun zəifləməyi ifadəsini məsdər tərkibi götürmüsünüz və düşünmüsünüz ki, bu ifadə feili sifət tərkibinin aslı tərəfidir. Düzdür, əslində həqiqətən də dostunun zəifləməyi ifadəsi görən feili sifətin aslı tərəfidir. Düppədüz. Sadəcə məsələ budur ki, dostunun zəifləməyi ifadəsi məsdər tərkibi deyil. Feili sifət ismi birləşmədir. Niyə? Baxın, əgər məsdərin tərkibində mənsubiyyət şəkilçisi varsa və onun əlaqələndiyi yiyəlik halda orada iştirak eləyirsə, bu artıq üçüncü növ ismi birləşmə hesab olunur. Yiyəlik mənsubiyyət strukturu üçüncü növün quruluşudur axı. Yiyəlik mənsubiyyət. Bu tip ifadələr, onun getməyi, onun oxumağı, bizim gəlməyimiz və s. bu tip ifadələr məsdər tərkibi deyil, üçüncü növ ismi birləşmə hesab olunurlar. Yəni, ona görə burada cavabımız B variantı olmuyor. Üzr istəyirəm, olmayacaq. Deməli, cavab E variantıdır. Deyir, sənədləri özü hazırlamağı öyrəndikdən sonra səriyyəyə ehtiyac duymadı. Ehtiyac duymadı kimə səriyyəyə? Nə zaman? Sənədləri özü hazırlamağı öyrəndikdən sonra. Düzdür? Burada öyrəndikdən sözü feili sifətdir. Və özündən əvvəlki ifadələr özünə tabe eləyibdir. Deməli, burada feili sifət tərkibi var. Bəs yaxşı, feili sifət tərkibinin aslı tərəfi nədir? Sənədləri özü hazırlamağı. Düzdür? Və özü sözdə düşünülməyə bilər də sənədləri hazırlamağı ifadəsi. Feili sifət tərkibidir, daha doğrusu məsdər tərkibi və feili sifət tərkibinin aslı tərəfində işlənmişdir. Cavabımız olmalıdır E variantı. Daha sonra burada başqa sual varmı? Varsa eşidirəm sizi. Deyin gəlsin. Var sual? Yoxdur, bu test sınavda sualınız yoxdursa, elə isə mən bunu bağlayıram. Keçək mətn suallarımıza. Deməli. Baxaq mətn suallarımıza. Deməli. Varmı mətn suallarında səhvləriniz? Varsa eşidirəm sizi. Deyin gəlsin. 10 dənə sualdır. İşləyənlər bir əl qaldırsın da görüm kim işləyibdi. Sevinç müəllim 3-cü suala Günlar müəllim işləyibdi. Tamam.
Aha, 3-cü suala baxaq. Deməli, nə istəyir bizdən? 3-cü sualda. Deyir ki, mətnə əsasən səbəb-nəticə əlaqəsinin səhv göstərildiyi variantı müəyyən eləyin. Deyir ki, çinarkimilər fəsiləsindən olan bitkidir. Latınca Platanaus, rus dilində platan, çinar deməkdir. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və sair hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə olunur. Nadir və tükənməkdə olan bitki kimi Azərbaycanın qırmızı kitabına daxil edilmişdir. Azərbaycan florasında məşhur barmaqyarpaq çinar növü vardır. Səbəb və nəticə bizə deyir ki, harda səhv göstərilib. Bir də deyir ki, A variantında oduncağı yüngüldür. Nəticədə faner, parket və sair hazırlanır. Və burada yazıb ki, yüngül, möhkəm, cizgili oduncağından faner, parket və sair hazırlanır. Demək doğrudur. A variantı bizdən nə istəyir? Bizdən səhvi istəyir. A getdi. B variantında deyir ki, tükənməkdə olan bitki növüdür. Nəticədə də qırmızı kitaba daxil edilmişdir. Doğrudur. Burada mətndə qeyd olunubdur bu məsələ. C. Yaşıllaşdırmada istifadə edilir. Dekorativ bitkidir. Səhvdir. Niyə səhvdir? Əslində bu belə olmalı idi. Dekorativ bitkidir. Nəticədə yaşıllaşdırmada istifadə olunur. Yəni səbəblə nəticənin yeri səhv qoyulubdur burada. Dekorativ bitkidir. Ona görə də yaşıllaşdırmada istifadə olunur. Səbəb, nəticə. Yerlərini düzəltməliydik. Cavabımız C variantıdır. D variantı oduncağı möhkəmdir. Nəticədə parker hazırlanmasında istifadə olunur. Bu deyir ki, yüngül, möhkəm. Möhkəm olduğu üçün istifadə olunur da. Demək doğrudur. Nadir tapılan bitki növüdür. Ona görə də qırmızı kitabda yer almışdır. Bax, nadir və tükənməkdə olduğu üçün Azərbaycanda qırmızı kitaba daxil edilmişdir. Bu da doğrudur. Cavab olmalıdır C variantı. Aydındır mı Sevinç müəllim? Bəli, mən başa düşdüm. Əla. Burada Növbəti möhkəm sualın. sözünü verməmişəm. 5 mənim növbəti sual. Baxaq 5-ci suala. Deyir ki, doğru fikirləri müəyyən edin. Konstitusiya ilə bağlı bir mətndə düşən sual tiplərindəndir. Baxaq. Deyir ki, Azərbaycan Respublikasının prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi ixtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə, Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Milli Məclisin təsdiqinə verir. Aha, deməli, Azərbaycan Respublikasının prezidenti nə vaxt fövqəladə vəziyyət tətbiq eləyə bilər? Qeyd olunub burada təbii fəlakətlər, epidemiya, epizootiya, ekoloji və qəzalar baş verərsə, ərazi bütövlüyünə pozulmasına cəhd olarsa, dövlətə qarşı qiyama cəhd olarsa, dövlət çevrilişinə hərəkət olarsa, daha sonra zorakılıqla müşahidə olunan kütləvi ixtişaşlar yaranarsa, bu zaman həmçinin vətəndaşların həyatı və təhlükəsizliyi və dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən nəsə baş verərsə, bunu edə bilər. Bizdən doğru fikirlər istəyir. Deyir ki, ölkə daxilində təbii fəlakət baş verərsə, Azərbaycan Respublikasının prezidenti fövqəladə vəziyyət tətbiq edir və təsdiq edir. Tətbiq edir ifadəsi düzdür, təsdiq edir ifadəsi səhvdir. Çünki təsdiq edən Milli Məclisdir. Prezident tətbiq eləyir. Ondan sonra təsdiq eləmək üçün Milli Məclisə göndərir. Azərbaycan Respublikasının Milli Məclisinin təsdiqinə verir. Onlar təsdiq etsin deyə. İndi onlar eləməyə də bilər. Çünki status olaraq Milli Məclis prezidentdən daha böyük statusdur. Qurum, təşkilatdır. Vəzifə yox, təşkilat. Deməli, birinci fikir səhvdir. Tətbiq edir, amma təsdiq eləmir. Təsdiq eləmək Milli Məclisin işidir. İkidə deyir ki, ölkə ərazisində Respublikanın prezidenti fövqəladə, ölkə ərazisində tsunami təbii fəlakəti baş verərsə, Azərbaycan Respublikasının prezidenti fövqəladə vəziyyət haqqında əmr imzalayır. Bu düzdürmü? Məncə bu düzdür, bu səhv deyil. Çünki tsunami də təbii fəlakətdə. Bu doğru olar. Mən orada əmr sözünə görə onu götürmədim. Fərman imzalayır, Doğrudur, razıyam sizdən. Ayrı-ayrı şeylərdir, hə. Əmrlə fərman eyni şey deyil.
Burada mətndə fərman yazıldığı üçün elə fərman düşünməliyik. Qoy qalsın bu, elə baxarıq. 3-də deyir ki, prezidentin imzaladığı fərman Milli Məclis təsdiq etdikdə qüvvəyə minir 100%. Bax burada fikir ver, təsdiqinə verir də. O niyə təsdiqinə verir? Çünki hələ qüvvəyə minməyib ki, verir ki, təsdiq eləsin onu. Demək bizdən nə istəyirdi? Doğrunu istəyirdi. Bu da doğrudur. Sonra fövqəladə vəziyyət tətbiq edildikdə Milli Məclis bu fərmanı 24 saatdan daha tez təsdiq edə və ya ümumiyyətlə təsdiq etməyə bilər. Doğrudur. Niyə? Çünki deyir ki, 24 saat müddətində, yəni 24 saata qədər deməkdir də bu. O deməkdir ki, 24 saat tamam olsun elə. Yəni 24 saata qədər bu ola bilər. Ola bilər ki, 1 saatda da olsun, yarım saatda, yəni 12 saatda. Və həmçinin də bunu onun təsdiqinə verirsə, deməli onun o hüququ var ki, təsdiqinə verir də, təsdiq edə bilər və ya etməyə də bilər. 4-cü fikir doğru fikirdir. 5-ci fikirdə deyir ki, fövqəladə vəziyyət tətbiq edilərsə, Milli Məclisin təsdiqindən sonra bu məlumat yerli idarə etmə orqanlarına göndərilir. Lap deyək ki, belədir məsələ. Amma bu mətndə bu haqda qətiyyən hər hansı bir məlumat yoxdur. Burada cavab olmalıdır 3-4, yəni C variantı. Mən burada D qoymuşam, eləmi? Həmən orada Müəlliməm, elə bil ki, mən dediyim variant desəm burada yox idi. Mən bura C yazmışam, amma sual işarəsi də qoymuşam sonradan. Müəllim, bilirsiniz nəyə görə? 4-də mən onu ehtimal kimi düşündüm. Çünki mətndə görə bilmədim, o təsdiq etməmək söhbətini görmədim də ki, elə bir hüququ varmı, yoxmu? var. Ona görə düşündüm ki, o ehtimaldır. Bir şey deyəcəm sizə, bir dənə fikir verin, deyir tətbiq edir. Və bu bəhrada qəbul etdiyi fərmanı 24 saat müddətində Milli Məclisə təsdiqinə verir. Yəni Milli Məclis bu işi həyata keçirir, təsdiqinə verir. Bunun təsdiq etmə statusu varsa, etməmə statusu da var. Bu 100%. Yəni bu ehtimal deyil, bu 100%lik faktdır. Yəni orada təsdiqinə verir ifadəsinə görə biz belə düşünürük də. Bəli. Anladım. Sırf o sözə görə. Anladım. Deməli, məsələn orada təsdiqinə verir, yox, təqdim edir yazsaydı, onda artıq ehtimal idi dediyiniz fikir. Təqdim edir olsaydı. Təsdiq edir, təsdiqin etməyə bilər. Bilərmi? Bilər. Çünki burada yazıb ki, mətndə təsdiqinə verir. İndi onun hüququ var ki, təsdiq edib və təsdiq etmək hüququ var da onun, düzdür? Demək, status olaraq daha böyük statusdur. Təsdiq etmək hüququ varsa, etməmək hüququ da var 100%. Və bu ehtimal deyil, faktdır. 3-4 cavab C olmalıdır. Sonraki sual. Bir də 7 var müəllim. 7. Analitik. 7-dir ki, səhv fikirləri müəyyən eləyin. Burada maksimum elmi mətnlər salmışam. Deməlidir ki, psixoanalitik araşdırmalar özünün ilk mərhələsindən başlayaraq ayrı-ayrı fərdlərin psixologiyası ilə bağlı apardığı araşdırmalardan gəldiyi nəticələrə xalqların psixologiyası üzrə araşdırmalardan alınan nəticələr arasında uyğunluq və bənzərliyin olduğunu göstərmişdir. Birinci, bu qədər uzun cümlələri analiz eləmək lazımdır. Yəni, bu formada oxudun bütöv bir cümləni anlamayacaqsansa, ardıcıl oxumağa çalışsan, çətin olar. Deyir ki, analitik araşdırmalar, psixoanalitik araşdırmalar ilk mərhələsindən başlayaraq birinci araşdırmaların harda aparıbdır? Fərdlərin, ayrı-ayrı fərdlərin, yəni şəxslərin, insanların psixologiyası ilə bağlı apardığı araşdırmalar olubdur. Oradan belə bir qənaətə gələ bilər ki, xalqların psixologiyası üzrə araşdırmalardan alınan nəticələr arasında uyğunluq və bənzərlik var. Yəni onlar müxtəlif insanları araşdırandan sonra bu qənaətə gələ bilər ki, müxtəlif xalqların psixologiyasında və təfəkküründə uyğunluqlar və bənzərliklər var. Tamamilə aydındır ki, öncə bu işlər çox böyük çəkingənlik və inamsızlıq habelə dar bir çərçivədə, yəni nağıllar və miflərlə bağlı oblastda görülmüşdür. Deməli, başlayanda bu işə çox çəkingənliklə başlayıblar, inamsızlıqla və dar bir çərçivədə bu işi həyata keçiriblər. Yəni, bu prosesi həyata keçirmək üçün, yəni müxtəlif xalqların təfəkküründə və nə deyirlər ona, psixologiyasında oxşarlığın olduğunu tapmaq üçün birinci onların nağılların və miflərin araşdırıblar. Nağıllar və miflər araşdırılıbdır. Deyir ki, psixoanalizin istifadə etdiyi metodları bu oblastda da yoxlanmasında məqsəd psixoanalitik araşdırmalarda əldə olunan öz-özlüyündə çox qeyri-adi görünən nəticələrin başqa bir oblastdakı hadisələrlə gözlənilməz uyğunluğuna əsaslanaraq gördüyü işə inamla yanaşa bilmək, başqa sözlə desək, bu işi davam eləmək üçün ilhamlanmaq olmuşdur. Deməli, deyir ki, psixoanalizin istifadə etdiyi metodları, deyir ki, yoxlamasına məqsəd
bu oblastda, bu arealda yoxlamasının əsas məqsədi bu araşdırmalarda əldə olunan nəticələrin başqa məqamlarda da uyğunlaşdığını müəyyən eləməkdir. Yəni bu nəticələrin başqa məqamlarda da oxşarlığını tapmaq mümkündür. Buna inanaraq və bunun oxşarlığı tapandan sonra deyir ki, ilhamlanaraq bu işi davam etdirmək üçün bu uyğunluqlar aparılmışdır. Demək bizdən nə istəyir? Bizdən səhv fikirləri istəyir. Aha, indi tək-tək baxaq görək elə bizdə səhv fikirlər nələrdir? Deməli, deyir ki, müxtəlif xalqların psixologiyasında oxşar məqamlar var, bu 100%-dir. Çünki deyir ki, müxtəlif xalqların psixologiyasında olan oxşarlıqlar müəyyən olunubdur. İlk olaraq bununla müəyyən etmək üçün onların miflərindən və nağıllarından istifadə ediblər. Bu doğrudur. Doğrudur. Biz səhvləri axtarırıq. Getdi. Xalqların psixologiyasını araşdırmaq üçün onların şifahi xalq ədəbiyyatı nümunələrindən də istifadə olunmuşdur. Düzdür. Nağıllar və miflər şifahi xalq ədəbiyyatı nümunəsidir. Getdi. Müxtəlif fərdlərin psixikası ilə ümumi xalqın psixikası arasında oxşarlıqlar mövcud deyil, səhvdir. Əksinə deyir ki, müxtəlif fərdlərin psixologiyasını araşdırmaqla ümumi xalqın psixologiyasını müəyyən etməyə çalışıblar, müəyyən ediblər. Yəni müxtəlif fərdlərin psixikası ilə ümumi xalqın psixikası arasında oxşarlıqlar mövcuddur. Amma burada yazılıb mövcud deyil. Səhvdirmi? Səhvdir. 3-ü götürdük. 4-də deyir ki, xalqların psixologiyasını araşdırmaq üçün yalnız mif və nağıllardan istifadə olunubdur. Yox, deyir ki, ilk olaraq mif və nağıllardan istifadə olunub. Yəni demir ki, yalnız miflərdən və nağıllardan istifadə olunub. Səhvdir. 5-də deyir ki, psixoanalitiklər xalqların psixikasını böyük ümidlərlə araşdırmağa başlasalar da səhvdir. Niyə? Çünki deyir ki, burada deyir ki, mətnin əvvəlində, buna başlayanda böyük, çəkingənlik və inamsızlıqla başlayıblar bu işə. Çəkingənlik və inamsızlıqla başlayıblar. Burada isə yazılıb ki, psixoanalitiklər xalqların psixikasını böyük ümidlərlə araşdırmağa başlasalar da səhvdirmi? Səhvdir. 5-i də götürdüm. Cavabım 3, 4, 5 A variantı olacaq. Aydındırmı Sevinc müəllim? Problem də odur ki, imtahanlarda həyəcan basır, vaxt çatdıra bilməyəcəm belə mətnlərdə. Yox, çatdırarsınız. Baxın, fikir verirsiniz, mən neynədim? Tək-tək analiz elədim. İndi mən düzdür, sizə izah edərək analiz eləyirəm bunu. Amma siz orada daha rahat vaxtı analiz eləyə biləcəksiniz, vaxtı bölə biləcəksiniz. Çünki mən izah etməyə çalışıram deyə vaxtımız daha çox gedir. Yəni, mətni işləyəndə bu formada uzun mətn varsa, uzun cümlələr varsa, bölün hissə-hissə. Vergüllərdən bölün, bağlayıcılardan bölün, hissə-hissə bölün. Tam olaraq aydın olsun sizə, ondan sonra işləyin. Yoxsa nə qədər sürətli oxumağa çalışsanız da, əgər o uzun cümlələri anlamaqda çətinlik çəkəcəksinizsə, onun cavabını səhv tapacaqsınız bir mənalı olaraq. Dediyim kimi, mütləq analiz edərək, xırda-xırda oxuyun, bölərək oxuyun bir növ. Günlar müəllim, eşidirəm, sualınız var? Yoxdur. Xeyr müəllim, axşamınız xeyir olsun müəllim. Bayaqçı testdə verəcəydim, onu da İzah elədim. verə bilmədim. Nə idi? Hansı test idi? Sınaq? Bəli müəllim, orada elə bil məslərə aid olmayan bir xüsusiyyəti var idi. Baxarıq indi. Belə Mətni oxumaq yekunlaşdırım. şəkəri, bax. Mətni yekunlaşdırım, O qayıdıb baxaq. sualı. Tamam. Yaxşı. Tamam, burada başqa sual olan varmı? Bu mətnlərdə. Yoxdur. Tünzə müəllim işləmisiniz? Varmı sualınız? Hayır müəllim, sualım yoxdur. Tamam, əla. Sevinç müəllim, buyurun, sualınız var. Bitdi müəllim. 3 dənə sual idi məndə. Çox sağ olun. Əla. Elə isə baxaq bu Günlar müəllimin sınaqdakı olan sualına, ondan sonra MHM ilə bağlı suallara baxarıq. Günlar müəllim, mən sınağı açdım. Ekranda da yəqin görünür artıq. Deməli, burada neçənci sual deyirsiniz siz? Feili sifətə aid edilmiş. Məslərlə bağlı idi, bax müəllim. Məslərə aid olmayan xüsusiyyət işlənmişdi. Oxumaq şəkəri belə bir. Bildim. Mən bir sual verə bilərəm. Buyurun. Yəni bu seçdiyiniz mətnlər məktəb kitablarından seçilmiş mətnlərdir. Yox, məktəb kitablarından seçilməyibdir.
MİQ-də budur mənim. işlənənlər də məktəb kitablarından düşmür. MİQ-də işlənənlər də məktəb kitablarından düşməyə bilər. Mənim mətnlərin məhdudiyyəti yoxdur. Sözlərin məhdudiyyəti var ki, sözlər mütləq məktəb kitabından olmalıdır. İstər sözün yazılışı olsun, istərsə də mənası olsun. Onlar mütləq məktəb kitabında istifadə olunan sözlər olmalıdır. Amma ki, mətnlərlə bağlı elə bir məhdudiyyət yoxdur. Mətnlər müxtəlif yerlərdən düşə bilər. Yəni onun məhdudiyyəti yoxdur. Çox sağ olun. Aha. Deməli, hansı sual deyirdiniz? Ay, itirdim. 9-cu budur müəllim, bu sualdır. Bu hansı cümlədə məstər özünə xarakterik olmayan sintaktik vəzifədədir? Deməli, məstərin özünə aid olmayan iki vacib xüsusiyyəti var. Biri morfoloji xüsusiyyəti, biri sintaktik. Məstərin özünə aid olmayan morfoloji xüsusiyyəti lar, lər, cəm şəkilçisidir. Məstərin özünə aid olmayan sintaktik xüsusiyyəti təyin olmağıdır, təyin mövqeyində işlənməsidir. Məstər təyin olmur, istisna hallarda məstəri təyin mövqeyində görə bilərsiniz. Əgər sizdən məstərin özünə aid olmayan morfoloji xüsusiyyətlə işləndiyi deyirsə, morfoloji, bu zaman onu lar, lər şəkilçisi ilə işləndiyi mövqeyi axtarırsınız. Yox, əgər sizdən soruşursa, məstər hansı cümlədə özünə aid olmayan sintaktik vəzifədədir, bu zaman artıq siz onu təyin mövqeyində axtaracaqsınız. Bu sualda da eyni məsələdir. Hansı cümlədə məstər özünə xarakterik olmayan sintaktik vəzifədədir. Yəni, təyin mövqeyini soruşur. Təyin. Var idi Sual xəbər. bilmədim müəllim. Şakəri var idi. Necə şakəri? Hansı şakəri? Gəzmək şakəri. Gəzmək də təyin mövqeyində işlənmiş oldu. Bu da dediyimiz kimi istisna mövqelərdə olan bir şeydir. Cavab C variantı. Aydın oldu mu? Aydındır, bəli, çox sağ olun. Burada başqa sualınız yoxdursa bağlayın bunu. Yoxdur müəllim, elan soruşur. Başqa kiminsə sualı var burada? Yoxdur, yaxşı. Onda bunu bağlayıram. Mətnlərə də baxdıq. İndi keçək buradan nəyə baxaq? MHM ilə bağlı testlər varsa, suallar varsa, onlara göz gəzdirək. Təsriflənən feillərdən 40 dənə, təsriflənməyən feillərdən də 40 dənə sual vermişdim. Eşidirəm sizi, suallarınızı deyin suallarınızı. Ondan sonra da tabeli mürəkkəb cümlə haqqında bir-iki vacib məsələ var ki, onlardan danışacağam. Elə bilirəm ki, sizə kömək eləyəcək. Aha, getdik. Varmı təsriflənən feillərdə suallarınız burada? Varmı? İşləmisinizmi? İşləyənlər bir əl qaldırsın da zəhmət olmasa. Aha, Sevinç müəllim, işləmisiniz. Suallarınız varsa deyin gəlsin. Tünzara müəllim də işləyibdir. Nə gözəl, nə möhtəşəm. Tamam, suallar varmı? Varsa buyurun. 7-yə baxa bilərik. Əlbəttə. Baxaq 7-yə. Deyir ki, qapını açmağa çağırır məni yozulmaz yuxunun kimsəsiz səsi. Burada siz yenə də yozulmaz sözünə ilişmisiniz 100%. Deməli, burada deyir ki, nümunəsinin təhlilinə aid olan fikirləri müəyyən edin. Qapını birinci feilləri tapaq. Açmaq feili məstərdir, çağırır. Sadə indiki zamanda olan feildir. İkinci misrada da feil yoxdur. Yozulmaz yuxunun kimsəsiz səsi. Nə? Necə yuxunun yozulmaz? Yozulmaz sözdə sifətdir. Feili sifət deyil ha. Çünki feili sifətin maz-məz şəkilçisi yoxdur. Elə bir şəkilçi yoxdur. Ona görə deməli bir dənə açmaq feilimiz var, bir dənə də çağırır. Nümunədə bir təsriflənən feil işlənmişdir. Bəli, çağırır söz bir dənə təsriflənən feilimizdir bizim. Doğrudur. Sonra ikinci misradakı feil baxmıram heç davamına çünki səhvdir. Niyə? Çünki ikinci misrada feil yoxdur. Yuxu isimdir, kimsəsiz sifətdir, səs isimdir, yozulmaz da sifətdir. Feil deyil. Ona görə ikinci fikir ümumiyyətlə tamamilə səhv. 3. Feillərdən biri xəbər şəklindədir. Bəli, çağırır sözündə zaman şəkilçisidir, zaman şəkilçisi də xəbər şəklinin göstəricisidir. İndiki zamanda işlənmiş feil quruluş sözü düzəltmədir, səhvdir. Çağırır sözünün kökü çağır, da qrammatik şəkilçidir, səhvdir. Nümunədəki feillər quruluşca sadədir. Bəli, açmaq sözü sadədir, çağırır sözü sadədir. 5-i də götürəndə cavab olur 1-3-5, yəni C variantı. Aydındır mı müəllim? Bəli, çox sağ olun. Növbəti sual. Məndə 23. 23.
23. Deyir ki, bütün kitablar qutuya yığılmışdı. Qutular da təhvil verilmişdi cümləsindəki feilin hansı zamanında olduğunu və səbəbini seçin. Deməli, bütün kitablar qutuya yığılmışdı. Yığılmış zaman şəkilçisi, nəqli keçmiş zaman. Qutular da təhvil verilmişdi. Verilmiş, mışmış yenə də nəqli keçmiş zaman. Bunlar nəqli keçmiş zamandadır. Səbəbi də odur ki, tərkibində mışmış, nəqli keçmiş zaman şəkilçisi işlənibdir. Deməli, Mən orada A variantını götürmüşdüm. Nəqli keçmiş zamandadır. Səbəb olaraq idi hissəciyi işlənmiş. İndi Onu gəlin belə bir götürdüm sual ki, verim mən sizə. Mən sizə belə bir izah versəm ki, desəm ki, sözün nəqli keçmiş zamanda olduğunu axtaranda orada idi hissəciyinin olmasına fikir vermək lazımdır. Bu düz izah olar. xeyr. Aha, biz nəqli keçmiş zamanda olduğun birinci nə ilə baxırıq? Nəqli keçmiş zamanın şəkilçisi ilə. Bəli. Elə, yəni orada nəqli keçmiş zamanın şəkilçisi olmasa, idi hissəciyi Mən çoxdakı var. tərsin götürmüşəm də idi hissəciyi olması üçün Onun idi imişin olması olması üçün səbəb mışmışın idi. zaman olması lazımdır, bəli. Bəli. Deməli cavab C variantıdır. Çünki nəqli keçmiş zaman mışmış zaman şəkilçisi işlənib deyə. Aydındır? Bəli, bəli. Başqa sual? 30, 32, 35, 37, 39, 40. Mən neçə gün vermişdiniz? 40-a qədər vermişdim, amma sizin sualda 81-dədir. Qoy baxaq. Mən axırlarda var. Problem yoxdur, baxarıq. ...83 demişdiniz. 76 və 83. 83-cü sual düzdürmü? Deməli, nə istəyir bizdə 83-cü sualda? Deyir ki, hansı feillərin olduğu kimi işləndiyi sadə cümlədə mübtədanın bərpa oluna bilmədiyini əminliklə söyləmək olar, avtomatik cümlədə işlət. Və deyir ki, hansı feillərin olduğu kimi, yəni bu vəziyyətdə sadə cümlədə işlənibdir. Və ora mübtəda bərpa eləyə bilmərik. Əməl olunanda, məsələn deyirəm ki, deyilənə əməl olunanda nəsib gəldi. Və bu formada işlətdiyimdə cümlədə əməl olunanda feilin olduğu kimi. Deyilənə əməl olunanda nəsib gəldi. Mən işlədəndə nəsib mübtədasını işlədə bildimmi? Bəli, bildim. Yanaşılmadı. Bu xəbər mövqeyində olacaq, düzdür? Və şəxssiz feildir. Əgər şəxssiz feil xəbər mövqeyində olarsa, o cümlədə mübtəda olmaz. Ona görə ikini götürürəm. Baxın, testdə və ya qayda kitablarında belə bir yanlış məqam verilir. Yazırlar ki, cümlədə şəxssiz feil varsa, o cümlədə mübtəda olmaz. Bu səhv fikirdir. Çünki şəxssiz feil olan cümlədə mübtəda ola bilər. Əgər şəxssiz feil məsdər, feil sifət və feili bağlama formasında olarsa, o cümlədə mübtədanın işlənmə şansı var. Məsələn, baxılmaq feili ən məşhur şəxssiz feildir. Şəxssiz feildir. Cümlədə işlədib mübtəda ilə yanaşı işlədirəm. Deyirəm ki, məsələyə baxılanda nəsib gəldi. Gəldi. Kim nəsib mübtədadır? Baxılanda şəxssiz feili işlənibmi? İşlənib. Yəni cümlədə şəxssiz feilin işlənməsi o demək deyil ki, orada mübtəda yoxdur. Amma əgər şəxssiz feil xəbər mövqeyində olarsa, bu zaman o cümlədə mübtəda olmaz. Yəni məsələyə baxıldı. Burada baxıldı sözü şəxssiz feil və xəbər mövqeyində. Deməli orada mübtəda ola bilməz. Amma ümumən desək ki, cümlədə şəxssiz feil varsa, orada mübtəda ola bilməz. Bu artıq yanlış hökmdür. Sevinç müəllim, eşidirəm, buyurun. Nəsə deyirdin? Mən elə başa düşdüm. Sualım elə ondan ibarət idi. Yəni xəbərdə götürmürük, amma ki belə tərkibin içində işlənirsə, mübtəda işlənə bilər cümlədə. Mən B yazmışdım müəllim. Elə səhvimə baxaq. C çıxıbdı. Deməli mən burada 3-ü səhv götürmüşəm. İstifadə olunub. O feilin Kitab bağlamı ola bilər. istifadə olunub. Necə? Məsələn belə. Məsələn, kitab istifadə olunub. Aha, o mübtəda var. Belə işlətmək olunmuş da. O ümumiyyətlə ki, istifadə Aydın oldu. olunub, ümumiyyətlə şəxssiz feil yox, məhsul növdə olan feildir axı. Bəli. Bəli. Düz Ümumiyyətlə deyirsiz. məhsul növdədir o. Bəli, məchul növ. Baxlasında mübtəda necə? Baxlası Mübtəda şəxssiz. necə Mən deyirəm ki, baxlası məsələlər var. Var xəbərinə, məsələlər mübtəda. Baxlası da düzdür? Yəni əgər şəxssiz feil, feili sifət, məsdər və feili bağlama formasında olarsa, yəni təsriflənməyən feil formasında olarsa, o cümlədə mübtəda işlənə bilər. Yox, əgər şəxssiz feil xəbər mövqeyindədirsə, o cümlədə mübtəda olmaz bir mənalı şəkildə. Aydındır?
Və buradan cavabı çıxarım sizin üçün. Əməl olunanda, yəni feili sifət və həmçinin məstər və feili bağlama formasında olanları avtomatik ixtisar eləyirsən. 1-i, 4-ü və 5-i 100% ixtisar eləyirsən ki, burada mübtəda olmaya bilər. Daha doğrusu ola bilər. Ola bilər 100%. Həmçinin də istifadə olunub da məhsul növdür. Burada da ola bilər. Cavab çıxacaq onda 2 ilə 6 qalacaq da. Sonrakı sual. Başqa var? 90 dediniz. Tamam, 90. Bu sual düşməz imtahana. Çox mənasız sualdır, üzr istəyirəm ifadəmə görə. Bu sual düşməz. Deməli, deyir ki, heç bir feil şəklinin xüsusi qrammatik göstəricisi ilə amonim olmayan, ancaq başqa bir şəkilçi ilə amonimliyi olan şəkilçini qəbul edən feil olmayan düzəltmə nitq hissəsi işlənmiş cümləni müəyyən edin. Deməli, birinci bu tip suallara axırdan başlayaq. Deyir ki, bu söz düzəltmədir. Düzəltmədir və feil deyil. A variantında ayaq həmin zədə səbəbindən. Bir də qanayırdı sözlər var. Bunlarda bir dənə düzəltmə söz qanayırdı sözü, o da feildir. Bizə deyir ki, feil olmayan. Ona görə getdi. Deyir ki, bu söz feil deyildi, amma düzəltmə sözdür, feil deyil. Deməli, düzəltmə sözdür və feil deyil. Həmçinin deyir ki, tərkibində amonim şəkilçi var. Deyir ki, başqa bir şəkilçi ilə amonimli olan şəkilçi var. Tərkibində amonim şəkilçi var. Amonim şəkilçi C. Səpin. Səpin sözüdür. Və səpin sözünə baxın burada. Şərtləri yoxlayıram. Sadəcə izah eləmək üçün tək-tək deyirdim. Və burada deyir ki, feil olmayan düzəltmə nitq hissəsidir. Səpin sözü feil deyil və düzəltmə nitq hissəsidir. Düzdür, isimdir. Sonra deyir ki, tərkibində amonim şəkilçisi var. Burada in şəkilçisidir. In şəkilçisinin 7 müxtəlif mövqedə işlənməsini müşahidə edə bilərik. Və deyir ki, heç bir feil şəklinin xüsusi göstəricisi ilə amonim deyil. Deyir ki, bunun tərkibindəki şəkilçi, səpin sözünün tərkibindəki şəkilçi, in şəkilçisi, feilin şəkilləri var, əmr, xəbər, arzu, vəcib, lazım, şərt. Bunlardan hansının özünün ayrıca şəkilçisi var? Arzu, vacib, lazım və şərt. Deyir ki, bunların şəkilçisinin heç birinin amonim deyil. Arzunun şəkilçisi A-ədir, şərtdə S-sə, vacib, maluməli, lazım da A-səsi. Bu in, onların hər hansı birinin amonimdirmi? Xeyr, deyil. Deyir ki, bu xüsusiyyətlərə sahib olan söz hansı cümlədədir? O da C variantındadır. Səpin sözüdür. Aydındırmı? Sevinç müəllim. Şərti uzun qoyublar, şərti çox uzun qoyurlar. Yox, aydındır. Yəni biraz uzun testdir də bir adam Bir də çaşır. haqlısınız. Bu ümumiyyətlə bu formada şərt imtahanda rastınıza çıxmaz. Yəni düzdür, imtahan çətin olur. İmtahan dolaşıq suallar çox olur həqiqətən. Amma bu formada şərt mən 2018-dən bəri miqi prosesinin içindəyəm. Neçənci il idi? Artıq 9-cu ildir. Demək olar ki, 18, 19, 20, 21, 22, 23, 24, 25, artıq 26-cı il. 9-cu ildir ki, mən miq prosesinin içindəyəm və miq prosesində belə sual qoyulmur. Yəni mənim rastıma çıxmayıb. Düzdür, çətin və qəliz suallar olur, amma beləsi olmur. Bu sadəcə biraz dolaşdırıcı, çaşqınlığa səbəb olan sual tipidir. Davam edeyim. Başqa sual varmı burada? Burada deyəndə deyəsən qurtardı bura. Yox, qurtarmayıb. Varsa eşidirəm, yoxsa təsdiqlənməyən feillərə keçim. Yoxdur. Yaxşı, onu təsdiqlənməyən feilləri açıram. Təsdiqlənməyən feillərdən də testlər vermişdim ki, işləyəsiniz. Varmı burada sualı olan? Yoxdur heç kimdə. Tamam. Əgər sual varsa, deyin gəlsin. Yoxdursa, bunu da bağlayayım. Yoxdur. Tamam, nə gözəl. Tək olmasın, biraz suallar verim sizə. Ondan sonra da tabeli mürəkkəb cümlə haqqında vacib məsələlərdən danışacağam. Xüsusən tabeli mürəkkəb cümlədə baş-budaq cümlənin müəyyən olunması bu biraz sadədir. Düzdür, bəzi məqamlarda çaşqınlıq yaradan detallar var, onları deyəcəm. Həmçinin baş-budaq cümlədə budaq cümlənin növü deyilən bir şey var. Funksiyası və ya.
Budaq cümlənin funksiyası nədir və necə müəyyən olunur, onu deyəcəm sizə. Standart qayda ilə yox, mən sizə müəyyən etməyin yolunu deyəcəm ki, necə müəyyən eləyəcəksiniz. Sadə üsullar deyəcəm. Yəni o üsullardan istifadə eləsəz, elə bilirəm ki, çox kömək eləyəcək sizə. Başlayaq. Bir dənə mənə zəhmət olmasa deyin görüm, kimlər mənim suallarıma cavab verə biləcək? Kimlər cavab verə biləcəksə əlin qaldırsın, yəni danışa bilirsə, əlin qaldırsın. Mən birbaşa həmin şəxslərə sual ünvanlayım. Sevinc müəllim, İlham müəllim, başqa? Tünzalə müəllim, tamam. Başqa kimlər danışa biləcəksə bildirsin, zəhmət olmasa mən sual verəndə nəzərə alım hamısını. Tamam. Gülnar müəllim, Sevinc müəllim, Tünzalə müəllim, İlham. Tamam, aydındır, aydındır. Başlayaq onda. Başlayaq. Kimdən başlayaq? Elə yuxarıda adı olan Gülnar müəllimdir. Birinci Gülnar müəllimdən başlayaq. Gülnar müəllim, deyin görüm, mürəkkəb fe'l bitişik yazıla bilər? Bəli, bitişik yazılan da var. 5 ya da səhv eləmirəmsə 4 sözümüz bitişik yazılır, qalanlar ayrı yazılır. 5 və 4 sözlə məhdudlaşdırmayaq. Daha çox ola bilər əslində. Müəyyən sözlər olar ki, şəkilçi artırıb onu mürəkkəb fe'lə çevirmək şansımız var. Zaten nümunələrimiz var həqiqətən. Məsələn, Sağollaşmaqdır, xudahafizləşməkdir, istiotlamaqdır. aha, sağollaşmaq, xudahafizləşmək, istiotlamaq və s. deyək. Ola bilər ki, mürəkkəb fe'l bitişik yazılsın, doğrudur. Bəli. Yaxşı, deyin görüm, qulaq asmaq mürəkkəb fe'ldir yoxsa yox? Frazoloji birləşmədir qulaq asmaq. Mürəkkəb fe'l sayılır, sayılmır. Frazoloji birləşmələrin də çoxu fe'l sayılır da, qulaq asmaq. Bəli, mürəkkəb Hərəkət fe'l var da sayılır. sayılır. Bəli, sayılır. Qulaq asmaq, can vermək, cana gəlmək, frazoloji birləşmələr hərəkət məzmunundadır. Ona görə də mürəkkəb fe'l hesab olunurlar. Bəs yaxşı, Gülnar müəllim, deyin görüm, yoluxmaq sözü sadə düzəltmə Düzəltmə. və darıxmaq fe'li? O saydədir. Yox, düzəltmədir. Dar sözündən darıxmaq sözü yaranıb deməli. Dar sifətindən darıxmaq fe'li yaranıbdır. Gecikmək sözü Bəli, daralı. Düzəltmədir. düzəltmədir. Yaxşı. Bəs deyin görüm, tələbəsi olmaq bu mürəkkəb fe'ldir yoxsa yox? Bəli, olmaq, etmək vardısa mürəkkəbdir, Yox. tələbəsi olmaq. Bəs tələbə olmaq mürəkkəbdir, tələbəsi olmaq mürəkkəb deyil. Yox, Aytəc müəllim, olmaq, etmək özləri sadə fe'l olsa da, onlarla yaranan sözlər mürəkkəb fe'l sayılır. Məsələn, qəbul olmaq, narahat olmaq, qəbul etmək, daxil etmək, narahat etmək, bunlar mürəkkəb fe'l sayılır. Olmaq, etmək ifadələrinin qoşulduğu sözlər bütövlükdə mürəkkəb fe'l sayılır, amma təbii ki, bunun istisna nümunələri də var. Məsələn, keçən dəfə dərs prosesində səhv etmirəmsə, səhv xatırlamırsınızsa, demişdim ki, əgər olmaq sözündən əvvəl üçüncü şəxsin təkinin mənsubiyyəti gəlirsə, onu 95% hallarda mürəkkəb götürmürlər, parçalayırlar. Çünki orada var olmaq mənasında olur. Tələbəsi olmaq, burada olmaq müstəqildir, tələbəsi sözdə müstəqil sadə isimdir. Yaxşı, Gülnar müəllim? Bəli, bəli. Tamam. Deyin görüm. Qəbul etmək mürəkkəb fe'ldir yoxsa yox? Mürəkkəbdir. Və dərs etmək? Bu yox, elə bil. Fe'l. Dərs etmək ifadəsində etmək, ümumiyyətlə, etmək sözünü başqa sözlə əvəz eləyə bilirsənsə, o mürəkkəb sayılmır artıq. Dərs etmək, burada etmək sözünü yerinə yetirmək, oxumaq, hazırlamaq və sair sözlərlə əvəz eləyə bilərsən. Demək, orada mürəkkəb fe'l strukturu yaranmayıbdır. Tamam, təşəkkür edirəm. İlham müəllim, siz deyin görüm. Eşidirsinizmi? Bəli, bəli. Deyin görüm, al-əl şəkilçisi adlardan fe'l düzəldir, yoxsa fe'ldən fe'l düzəldir? Adlardan fe'l düzəlir. Məsələn, gözəlləşmək, Yox, lalə yox, al-əl. əl, çoxalmaq, saydan düzələ bilir. Adlardan Adlardan düzəlir. Bəs yaxşı, deyin görüm, qaralmaq sözündə hansı leksik şəkilçisidən istifadə olunub? Qara, l-dan müəllim. Qara, L deyə fe'l düzəlmə şəkilçisi yoxdur, axı o nə şəkilçisidir orada? O Qaral. al-əl şəkilçisidir əslində, al-əl şəkilçisi sadəcə as saitini itiribdir. Yaxşı, deyin görüm, Gülnar müəllim nəsə deyirsiniz, buyurun. Xeyr, müəllim, xeyr. Tamam.
İlham müəllim, deyin görüm, deyin görüm. Eee, feilin quruluş Bəli, bəli. sadə feillər feilin hansı qrammatik məna növündə olur? Əmr şəklində, Yox, yox, şəkil hansı yox, qrammatik məna növündə? məlum növdə. Sadədirsə sual Məlum məlum növdə. növdədir. Bəli, məlum növdə, Bəs məlum. yaxşı, məhsul növdə olan feil sadə quruluşda ola bilməzmi? Əksər halda olur da müəllim. Kitab kitab Məhsul növdə olan feillər təkcə məhsul yox ha. Məlumdan başqa qalanı məhsul, qayıdış, şəxssiz, icbar, qarşılıq, bilgəlik. Hər biri ya düzəltmə, ya mürəkkəb olur. Sadə ola bilməz. Çünki onların şəkilçisi var və o şəkilçilərin hər biri leksik şəkilçilərdir. Ona görə onlar heç bir halda quruluşda sadə ola bilməzlər. Bəs yaxşı, mənə düzəltmə, məlum növdə olan feil deyə bilərsinizmi? Düzəltmə olsun və məlum növdə. Məlum. Bilmədim, tapa bilmədim müəllim. Bunlar müəllim deyin. Su duruldu məsələn. Burada Duruldu. O duruldu sözü yox, bu elə imtahanlarda istifadə olunmayan sözdür. Duruldudur, nə bilim, bir də ayrıldı xüsusən bu iki söz. İmtahanlarda istifadə olunmur artıq birmənalı şəkildə, çünki çox mübahisələrə səbəb olur. Nə abituriyent imtahanında istifadə olunmur, nə də ki MİQ imtahanında. Kebab sulandı. Müəllim, kebab sulandı. Ha, o olar. Amma sulandı sözü də iki cür düşünürlər. Kebab sulandı hə məlum növdədir orada. Bax, yaxşılaşmaq nədir? Məlum növdədir. Vidalaşmaq məlum növdədir. Maraqlanmaq məlum növdədir və s. Yəni məlum növdə olan düzəltmə feillər deyə bilərik. Məsələn, burada da yazıblar müəllimlər, daşlaşmaq, torpaq daşlaşdı, məlum növdədir. İrəliləmək məlum növdədir. Düzəltmə feillər yəni kifayət qədər demək olar. Hazırlamaq məlum növdədir. Qabaqlamaq məlum növdədir. Yəni düzəltmə məlum növdə olan çox feil nümunəsi saymaq olar. Həmçinin də mürəkkəb. Bəli, Tunçada müəllim, razılaşmaq məlum növdədir. Mürəkkəb, məsələn, qulaq asmaq, kömək etmək, əl tutmaq, istiotlamaq və s. bunlar da mürəkkəb olan, yəni daha çox da ola bilər də, məlum növdə olan feillərdir. Təşəkkürlər. Sevinci müəllim, siz deyin. Deyin görək. Atıldı sözü feilin hansı növündədir? Atıldı. Hı-hı. Atıldı müəllim, məchul ola bilər. Hı-hı. Sonra qayıdış ola bilər. Məhsul və qayıdış ola bilər. Məsələn, deyirəm ki, Məsələn, deyirəm, ətlər irəli atıldı. Burada hansı növdədir? bəli, qayıdış növdədir. Qayıdış. Orada məsəl üçün bir də deyirəm ki, top yerə atıldı kimsə tərəfindən, məchuldur artıq. Məhsul növdədir. Geyindirmək feili feilin hansı növündədir? Geyindirmək Aha, məlum. məlum növdədir. Bəs geyinmək Geyinmək qayıdış. qayıdış növdədir. Doğrudur. Bəs sevinmək sözü hansı növdədir? Sevinmək məlum. Məlum növdədir. Bəs yaxşı, sevilmək Sevilmək məchul. məhsul növdədir. Yaxşı, yanaşıldı. Yanaşılmaq feili hansı növdədir? Yanaşılmaq şəxssiz. Şəxssizdir. Bəs qabaqlaşmaq? Qabaqlaşmaq. Hı-hı. Qabaqlaşdım. Məlumdur deyirəm. Müəllim, Məlum. üçün qabaqlamaq Məlumdur. yoxdur. Bəli, düppədüz məlumdur. Qabaqlamaq sözü var əslində. Sadəcə qabaqlamaq sözü ilə qabaqlaşmaq sözü arasında məna bağlılığı yoxdur. Ona görə də qabaqlaşmaq sözündə laş şəkilçisi bütöv götürülür və o hansı növdə hesab olunur? Məlum növdə hesab olunur. Bəs yaxşı, deyin görüm, sağollaşmaq sözü hansı növdədir? Sağollaşmaq. Bəli, Mən sağollaşdım. Məlum növdə. məlum. Bəs salamlaşmaq? Mən salamlaşdım. Yəni mən birinci şəxsdə işlədə bilirəmsə məlum növ götürürəm onu. Yox. O qarşılıq Salamlaş. birgəlikdir. Mən demişdim, qarşılıqla birgəliyin fərqidir. Qarşılıq. Bax, salamlaşanda mən mümkün deyil bu işi tək icra eləyim. Mütləq qarşımda kimsə olmalıdır və salamlamaq sözündən də salamlaşmaq sözü yaranır. Deyə bilərik ki, sağollaşmaq sözü də mütləq qarşı-qarşı olmalıdır da. Axı bu mümkün deyil əks halda. Sadəcə orada sağollamaq sözü olmadığı üçün laşı bütöv götürürük. Sağollaşmaq olur məlum növdə, amma salamlaşmaq artıq qarşılıq birgəlik növdə olur. Aydındır mı? Bəli, müəllim.
Bəs məktublaşmaq hansı növdədir müəllim? Məktublaşmaq, qarşılıq bir gəlmir. Məktublamaq sözü var. Məlum. Bax Səmiz Ay, müəllim. yox müəllim, yox. Birinci Səs- şəkilçini axtarın. Ümumiyyətlə, qrammatik məna növlərinə baxırsınızsa, ilk olaraq şəkilçiyə fikir verin. Şəkilçini tapandan sonra qalan hər şey asandır. Yox, orada mən məktub sözün kökü, məktublamaq feil yoxdur da Yox. dilimizdə. Bir kök götürəcək, məlum növdür. Vidalaşmaq hansı növdədir? Məlumdur orada. Doğrudur. Təşəkkür edirəm. Tünzara müəllim danışa bilirsiniz? Yox. Deyəsən. Davam edə bilərik. Davam edək. Qaldırmaq sözü hansı növdədir? Məlum. Tamam, doğrudur. Deyin görüm, yazdırmaq sözü hansı növdədir? Yazdırmaq. İcbar, İcbar mən da. yazdırdım da, kimə yazdırdım? İcbar növdə. Bəs bildirmək? Oxutdurmaq. Mən bildirdim, o məlum növdə. Aha, bəli, məlum növdədir. Ümumiyyətlə, icbar növünə məlum növü fərqləndirməyin ən rahat üsulu məncə mən sözü ilə işlətməkdir. Əgər mən sözü ilə işlədəndə işi mən eləyirəmsə, o məlumdur. İşi başqası eləyirsə, icbardır. Məsələn, mən yazdırdım. İşi kim eləyib? Başqası eləyəcək, yazan başqasıdır. Mən bildirdim deyəndə işi mən eləyirəm. Bu məlumdur artıq. Yaxşı. Bir dənə də Bəli. oxutdurmaq idi də, iki növdə. Həm məlumda, həm icbarda düşünürdük. Hansı sözü? Oxutdurmaq Ha, sözünü. oxutdurmaq. Yox, oxutmaq. Oxutmaq. Bəli, həm məktub Oxutmaq oxutdum, icbarda övladım dərs oxutdum. demək. Məsələn, ana əsərini oxumusunuz, deyir ki, Səlma ana məktubu qonşu mollaya oxutdu. Bu icbar növdür. Bəli, Amma mən oğlumu oxutdum, övladımı oxutdum. Bu artıq olacaq nə? Məlum növdədir. İşi mən icra eləmişəm. Bəli. Tamam. Yaxşı. Günlar müəllim, siz danışa bilirsiniz, sizə sual verirəm. Eşidirəm. Deyin görüm. Təsriflənməyən feillər qrammatik məna növü üzrə dəyişə bilərmi? Bəli, onlar da dəyişə bilər. Bəli, doğrudur. Bəs yaxşı. Çox Aha. Mənim elə bir çox yerdə dəyişilmir də, elələri var Yox, ki, əksinə, qəbul eləmir. Təsriflənməyən feillər. Feildirsə o qəbul eləyir növ şəkilçisini. Yəni təsriflənməyən feillərin hər biri növ şəkilçisinə işlənə bilər. Ya məlum növdə olar. Şəkilçi qəbul eləmirsə o məlum növdədir. Qəbul eləyibsə də müxtəlif növlərdən, mütləq hər hansı bir növdədir. Yəni mümkün deyil ki, təsriflənməyən feil olsun və qrammatik məna növünün hər hansı birində olmasın. Bu feildir, mütləqdir. Qrammatik məna növünün hər hansı birində olacaq. Yaxşı? Bəli. Bəli, Bəli. bu feillər qrammatik məna növü üzrə işlənir düppədüz. Yaxşı, bəs deyin görüm, məslərin əsas sintaktik vəzifəsi nədir? Məsdər. Məslərin əsas sintaktik vəzifəsi, yəni cümlə üzvü olaraq məslər əsasən nə olur? Hə, mübtəda da ola bilir, xəbər də ola bilir. O mübtəda, xəbər və tamamlıq əsas vəzifəsidir. Mübtəda, tamamlıq, Hə. xəbər. Əsas sintaktik vəzifə bunlardır. Amma biz onu zərflik mövqeyində də görə bilərik, həmçinin də Və ya belə təyin kimi də görürük. istisna hallarda təyin kimi görə bilərik, istisna hallarda. Bəs yaxşı, deyin görüm, feili sifətin tərzi hərəkət zərfliyi Təyin. olmaq, tərzi hərəkət zərfi olmaq şansı Bəli. varmı? Zərfliyi daha doğrusu. O da bəzən olur. Məsələn, deyir, nə bilim, gəzən gördüm. Hə, ay sağ ol. Belə bir istisna hallarda olur, Bəli. bəli. Mən onu ağlayan gördüm, Mən baxan gördüm. oxuyan gördüm və s. Bəli. Doğrudur. İstisna hallar. Doğrudur. Yaxşı, bəs feili sifət xəbər olurmu? Oxuyandır. Bəli. Aha, ismi xəbər olur, Olar. feili. İsmi. İsmi xəbəri olur. İsmi xəbər. Ne xəbər? Feili bağlama xəbər olurmu? Bəli, fe'li xəbər. Xeyr, o zərfli olur. Zərfli. Feili bağlamanın bir sintaktik vəzifəsi var, o da O da zərfli zərfli. olmaqdır. Amma feili bağlama istisna halda xəbər ola bilir. Bu qaydalarda yoxdur ha. Yəni uşaqlar testdə filan olsa, uşaqlara dərs keçəndə bunu bildirməyin. Sadəcə biz müəllimik, deyirəm ki, ağlınızda olsun sadəcə. Testdə də düşməyəcək, bax bunu da deyim. Testdə də düşməyəcək. Feili bağlama az demək, çox istisna hallarda xəbər ola bilər. Məsələn, deyir ki,
Biraz lorun deyil, əslində var belə ədəbi dildə də. Sənin problemin atan gələndədir. Nə zamandır? Atan gələndədir. Gələndə feili bağlamadır, dırdır şəxs sonluğu ilə işlənibdir. Yaxud atan gələrkəndir. Feili bağlama istisna hallarda xəbər mövqeyində görülə bilər. Onu da dediyim kimi testlərdə filan rastınıza çıxmayacaq, sadəcə ağlınızda olsun deyə dedim. Yaxşımı? Tamam, Bəli. vaxtımız xeyli azaldıbdır. Mən istəyirəm ki, sualınız varsa feillə bağlı məndən soruşasınız, yoxdursa mən tabeli mürəkkəb cümlə haqqında vacib bildiyim detallara toxunum. Ondan sonra da zaten mövzunun video yazısında göndərəcəm sizə. Varmı feil haqqında hər hansı bir sualınız? Sevinç müəllim var? Xeyr, mənim sualım yoxdur. Tamam, Çox siz sağ olun. müəllim buyurun. Xeyr, yoxdur sualım Yox, mənim. heç kimdə yoxdur? Tamam, əla. Əgər sual yoxdursa, mən keçim tabeli mürəkkəb cümlə haqqında izah verim. 4-cü gündə inşallah istəyirəm vasitəsiz nitqdə durğu işarələri, onlardan bir danışım sizin üçün. Diqqət yetirməli olduğunuz məqamları deyim. Çünki vasitəsiz nitqdə əslində qəliz deyil onun durğu işarələri məsələsi. Sadəcə onun sxemin, mexanizmin tutandan sonra rahatlıqla öyrənə bilirik, testlərini işləyə bilirik. İnşallah ki, dediyim kimi 4-cü gün məhz vasitəsiz nitqdən danışmağı istəyirəm. Denə bu gün tabeli mürəkkəb cümlədən danışaq. Tabeli mürəkkəb cümlə də əslində o qədər qəliz deyil məncə. Tabeli mürəkkəb cümləni bilmək üçün ən yaxşı bacarmalı olduğunuz məsələ düzgün sual verməkdir. Tabeli mürəkkəb cümlənin baş və budaq cümləsinin tərəflərini, baş və budaq cümlənin yerini tapmaq üçün, daha sonra budaq cümlənin tipini tapmaq üçün ən yaxşı vasitə düzgün sual verməkdir. Çünki tabeli mürəkkəb cümlədə baş və budaq cümlədən ibarət olur. Baş cümlə hər zaman sual tələb eləyir, budaq cümlə isə o sualın cavabı olur. Deməli, nədir məsələ? Baş cümlə sual tələb eləyir. Baş cümlədən müəyyən bir sual çıxır. Budaq cümlə isə o sualın cavabı olur. Və baş və budaq cümlənin strukturunu bununla təyin edirik. Bax, bir neçə cümlə yazacağam. Onlardan baxaq. Demək, bir dənə zəhmət olmasa siz səsi bağlayın. Sualınız olarsa əl qaldırarsınız, o formada mən cavab verərəm. Yaxşımı? Deməli, nümunə yazıram. Yazıram ki, gəlmişəm ki, səni görüm. Səni görüm. Burada avtomatik ki bağlayıcısını görürük. Ki bağlayıcısını görən kimi biz bilirik ki, bu tabeli mürəkkəb cümlədir. Çünki tabelli bağlayıcısı varsa o tabeli mürəkkəb cümlə götürülür. Başqa bir nümunə yazıram ki, gəlirdim ki, sən qayıtdın. Daha sonra harada böyük var, orada xeyir var. Bu formada 3 dənə cümlə yazdım. Daha çox zənginləşdirə bilərik bu cümlələr. Sadəcə hələ ki bu işləniyə baxaq. Deməli, gəlmişəm ki, səni görüm. Burada ki bağlayıcısı görünür. Gəlirdim ki, sən qayıtdın. Ki bağlayıcısı harada böyük var, orada xeyir var. Burada da harada, orada sözləri gözə çarpır. Bunlar tabeli mürəkkəb cümlədir. Əsas məsələlərdən biri bunların baş və budaq cümləsini müəyyən etməkdir. Yadda saxlayın, baş cümlə sual tələb eləyir. Budaq cümlə o sualın cavabı olur. Bax burada gəlmişəm ki, düşünün ki, səni görüm ifadəsi burada yoxdur. Mən sadəcə deyirəm ki, gəlmişəm ki, mənim qarşımdakı insanın ağlına hansı sual gələcək? Niyə qardaş? Nə üçün gəlmisən? Deyirəm ki, gəlmişəm ki, sual çıxır ki, niyə? Nə üçün? Buradan sual çıxır. Düzdür? Bu niyə sualının cavabı burada varmı? Niyə gəlmişəm? Səni görüm deyə. Deməli, bu sualın da cavabı burada tapılır. Düzdür? Belə olduqda sual çıxan tərəf olur baş cümlə, yəni bura olur baş cümlə. Cavab olan tərəf isə olur budaq cümlə. Budaq cümlə də olur baş cümlənin tabe tərəfi. Bu qədər bəsitdir. Yəni,
Ümumiyyətlə sualı düzgün verirsənsə cavab 100% çıxacaq. Mütləq dediyim kimi baş cümlədən sual çıxır. Budaq cümlədə isə həmin sualın cavabı olur. İndi ikinciyə baxaq. Gəlirdim ki, sən qayıtdın. Deyirəm, gəlirdim ki, niyə sualı çıxaraq ortaya. Görək burada cavab olurmu? Sən qayıtdın. Cavab olmadı bax. Niyə sualının cavabı sən qayıtdın deyil. Gəlirdim ki, sən qayıtdın. Sən qayıtdın. Buradan bir dənə belə bir sual çıxarır meydana. Nə zaman? Mən gələndə, düzdür? Sən qayıtdın nə vaxt? Mən gələndə. Deməli buradan sən qayıtdın ifadəsindən sual çıxırsa meydana, bu baş cümlədir. Burada isə cavab olursa, bu artıq budaq cümlədir. Budaq baş cümləsi strukturu ilə bunu tapdıq. Yaxud harada böyük var, orada xeyir var. Və burada harada böyük var, orada xeyir var. Burada var, orada xeyir var. Sual çıxır ki, harada? Harada sual çıxdı meydana? Cavab böyük olan yerdə. Harada böyük varsa orada. Deməli, sağ tərəfdən sual çıxdığı üçün bu olur baş cümlə. Burada isə cavab olduğu üçün bu olur budaq cümlə. Baş və budaq cümlənin yerinin müəyyən olunması üçün ən rahat üsul sual vermək üsuludur. Əgər sualı düzgün verirsinizsə, cavaba da düzgün şəkildə gedib çıxa biləcəksiniz. Varmı sual? Yoxdur? Nə gözəl. Aha, deməli, budaq cümlənin növləri məsələsi var. O da sual əsasında müəyyən olunur. Budaq cümlənin növləri və ya funksiyaları deyirik biz buna. Budaq cümlənin 3 funksiyası var. Birinci, budaq cümlə baş cümlədə buraxılmış üzvün yerində işlənir. İkincisi, budaq cümlə baş cümlədəki əvəzliyi qəlbi izah eləyir. Üçüncüsü də budaq cümlə baş cümlənin ümumi məzmununa aid olur. Bu üçünə aid, hərəsinə aid nümunələrlə çıxış eləyək, baxaq. Deməli, yazıram. Niyə sildim ki, eyni şeydir. Yazaq. Düşünürəm ki, birinci yazaq, nümunə yazmayaq elə. Birinci, budaq cümlə. Baş cümlədə buraxılan üzvün yerində işlənir. Bu birincidir. İkinci növ. Budaq cümlə baş cümlədəki üzvü izah edir. Budaq cümlə baş cümlədəki üzvü və ya əvəzlik qəlbi izah edir. Bu ikinci tipdir. Üçüncüsü isə budaq cümlə baş cümlənin ümumi məzmununa aid olur. Cümlənin ümumi məzmununa aid olur. Tamam, nə gözəl. İndi bəs bunları necə fərqləndirəcəyik? Çünki testlərdə bizim qarşımıza çox çıxır. Yazır ki, budaq cümlə baş cümlədə buraxılmış üzvün yerində işlənir. Yaxud budaq cümlə baş cümlədəki əvəzliyi qəlbi izah eləyir. Yaxud yazır budaq cümlə baş cümlənin ümumi məzmununa aiddir. O qədər çıxır ki, tabel mürəkkəb cümlə ilə bağlı test işləyirsənsə, variantlarından biri budur. 100% hər zaman. Çox rahat üsulu var. Burada da sizə sual vermək kömək eləyəcək. Deməli, yazıram. Düşünürəm ki, sən haqlısan. Belə bir cümlə yazdıq. Demək, diqqət yetirirsiniz burada nəyə? Düşünürəm ki, sən haqlısan. Sual verirəm ki, düşünürəm ki, meydana sual çıxır nəyi? Demək, bu baş cümlədir. Nəyi düşünürəm? Sənin haqlı olduğunu, bu da budaq cümlədir. Düzdür, nə gözəl, sual verib bunu tapdıq biz. Bəs yaxşı, indi bunun tip olaraq birinci tipə aid olduğunu necə tapırıq? Baxırıq, baş cümləyə sual verəndə hansı sual verdik? Düşünürəm ki, sual çıxdı ki, nəyi? Düzdür, nəyi sualdır? Baş cümləyə baxırıq, düşünürəm ki, bu bizim baş cümləmizdir. Görün burada, nəyi sualının cavabı varmı? Yəni, düşünürəm ki, sual çıxdı meydana. Baş cümlədə nəyi sualının cavabı varmı? Ümumi cümlədə yox, sırf düşünürəm ki hissəsində nəyi sualının cavabı var? Yoxdur. Nəyi sualının cavabı yoxdur. Bax, baş cümlədə həmin nəyi sualına cavab verən üzv buraxılıbdır.
Baş cümlədə həmin o nəyi sualına cavab verən üzv buraxılıbdır. Yaxud başqa bir nümunə yazıram. Bayaqki nümunəni yazıram. Gəldim ki, səni görüm. Yenə də oxşar tipdir. Bax, deyir ki, gəldim ki, səni görüm. Gəldim ki, bizim baş cümləmizdir, düzdür? Baxaq, gəldim ki deyəndən sonra hansı sual meydana çıxır? Niyə sualı? Niyə sualı meydana çıxdı? Görün baş cümlədə, yəni gəldim ki, bu baş cümləmizdir. Burada niyə sualının cavabı varmı? Yoxdur. Deməli baş cümlədə həmin o niyə sualına cavab verən üzv buraxılıbdır. Ona görə deyir, bax, budaq cümlə baş cümlədə buraxılan üzvün yerində işlənir. Yəni budaq cümlədə həmin o, daha doğrusu baş cümlədə həmin o üzv buraxılır, o üzvün funksiyası keçir budaq cümlənin üzərinə. Aydındırmı? Varmı anlaşılmaz tərəf? Yoxdur. Nə gözəl. Bu birinci tipdir. İkinci tip nədir? İkinci tipdə budaq cümlə baş cümlədəki üzvü izah edir. Və yazıram ki, məqsədim budur ki, siz uğur qazanasınız. Qazanasınız. Belə bir cümlə yazdım. Məqsədim budur ki, siz uğur qazanasınız. Tamam, nə gözəl. İndi baş cümləni tapaq. Məqsədim budur ki, sual çıxır ki, nədir? Buradan sual çıxdı, düzdür, demək bu baş cümlədir. Bu bizim baş cümləmizdir. Digər tərəfdə istərsəniz budaq cümlədir. Yaxşı, baş cümlədə meydana çıxan sual nədir sualı? Məqsədim budur ki, cavab verir nədir? Nədir sualını veririk. Baş cümlədə, yəni məqsədim budur ki tərəfində. Nədir sualın cavabı varmı? Bəli, budur. Nədir sualına cavab verən söz və ifadə var? Budur. Amma o budur sözünün izaha ehtiyacı var. İzaha ehtiyacı var. Bax, bu ikinci tipdir artıq. Deməli, budaq baş cümlədə bir üzv işlənibdir. Buna deyilir əvəzlik gəlib və həmin o üzvün izaha ehtiyacı var. Ona görə deyirik ki, budaq cümlə baş cümlədəki üzvü və ya əvəzlik gəlibi izah edir. Burada həmin o budur sözü izaha ehtiyacı olan üzvdür. Yaxud başqa cür yazaq. Elə adam var ki, adamların bəzəyidir. Bəzəyidir. Belə bir cümlə yazdıq. Elə adam var ki, sual meydana çıxır. Necə adam? Düzdür? Deməli, bu baş cümlədir. Sual tələb elədi axı, baş cümlədir. Deyirəm ki, elə adam var ki, sual çıxır meydana. Necə? Həmin o necə sualına cavab verən söz və ya ifadə varmı burada? Elə. Deməli, bu elə sözü var, amma tam aydın deyil də bu necə insandır. Elə sözünün izaha ehtiyacı var. Adamların bəzəyidir ifadəsi də həmin o elə sözünü izah edir. Yəni, ikinci tipə aiddir. Budaq cümlə, adamların bəzəyidir ifadəsi. Baş cümlədəki üzvü, elə sözünü izah eləyir, aydınlaşdırır. Bu oldu ikinci tip tabeli mürəkkəb cümlə. Daha doğrusu, budaq cümlənin funksiyası. İkinci funksiyası. Üçüncü, budaq cümlə baş cümlədəki ümumi məzmuna aid olur. Bu standart olaraq hansı suallarda olur? Hansı mürəkkəb cümlələrdə? Doğrudur. Doğrudur. Düzdür. Hərçənd. Hərçənd ki, bu ifadələrlə başlayan tabeli mürəkkəb cümlələrə aid olur və şərt şəkilçisi ilə işlənən cümlələrə aid olur. Bunun istisnası var, amma bunların istisnası yoxdur. Əgər doğrudur, düzdür, hərçənd ki sözləri ilə bağlanıbsa, tabeli mürəkkəb cümlə. Deməli, o üçüncü tipdir. Məsələn, deyirəm ki, doğrudur, siz haqlıydınız, amma biz getməliydik. Hərçənd ki, mən az oxumuşdum, amma uğur qazandım. Yəni, bu tip ifadələrdə, bu tip cümlələrdə budaq cümlə baş cümlənin ümumi məzmununa aid olur. Bu formada yadda saxlayın. Şərtdə də eyni qaydada. Məsələn, yazıram ki, əgər bugün gəlsələr, bura çağırarsınız.
Sınız. Düzdür? Burada görürük ki, əgər bu gün gəlsələr, şərtlə bağlanıb da, sasə və ya əgərlə. Burada deməli, struktur hansı tipdir? Üçüncü tipdir. Yəni, budaq cümlə baş cümlənin ümumi məzmununa aiddir. Nə vaxt? Deməli, doğrudur, düzdür, hərçənd ki və şərt cümlələrində budaq cümlə baş cümlənin ümumi məzmununa aid olur. Yaxşı, bunun istisnası varmı? Var istisnası. Nədir istisna? Məsələn, yazıram ki, kim tez gəlsə, o qalib gələcək. Və burada sasə var. Amma bu sasə var da, üçüncü tipə aid deyil. Niyə? Çünki o qalib gələcək bizim baş cümləmizdir. Kim tez gəlsə də budaq cümləmizdir. Deyək, axı baş cümlədən sual çıxır meydana. O qalib gələcək ifadəsindən sonra hansı sual çıxır meydana? Kim sualı çıxır. Düzdür? Kim sualı çıxır meydana. Kim sualının cavabı varmı? Var. O. Deməli, burada o sözü əvəzli gəlibdir və budaq cümlə bu o sözünü izah eləmək üçün işlənibdir. İzah eləmək üçün işlənib. Yəni, bu əslində hansı tipdir? İkinci tip olan tabeli mürəkkəb cümlədir. Aydındır? Bu nədir? Bunlar budaq cümlənin funksiyalarıdır. Aydındırmı? Varmı anlaşılmaz nəsə və ya sualı olan kimsə? Varsa sizi eşidirəm. Buyurun. Yoxdur? Tamam. Nə gözəl, nə gözəl. Tabeli mürəkkəb cümlə haqqında bu qədər hələlik. Niyə bu qədər hələlik? Çünki mən onların 2, hətta 3 dənə video izahını göndərəcəm qrupa onunla bağlı tabeli mürəkkəb cümlə ilə. Birincisi, tabeli mürəkkəb cümlədə budaq və baş cümlənin yeri, həmçinin budaq cümləni baş cümləyə bağlayan vasitələr, bağlayıcı söz, köməkçi nitq hissəsi olan bağlayıcılar, sasə şəkilçisi, ədatlar, bağlayıcı sözlər, bunlar, həmçinin əvəzli gəlib nədir? Onunla bağlı hazır video izahımız var. Onu göndərəcəm. O cümlədən budaq cümlənin tipləri aiddə 2 dənə video izah göndərəcəm. Onlara da mütləq baxın. İnanın ki, sizə çox kömək eləyəcək. Bundan əlavə mətn göndərəcəm yenə də. Həmçinin göndərəcəm, sınaq göndərəcəm tabeli mürəkkəb cümlə haqqında və MHM-dən də tabeli mürəkkəb cümlənin 1-dən 50-yə qədər işləyərsiniz. Aydındır? Varmı sözü, sualı olanlar? Varsa buyurun. Mən sizi eşidirəm. Müəllim, çox üzr istəyirəm. Mən dünən belə deyək də sizə bəzi suallarım var idi. Düz dərsdə deməyəcəkdim əslində. Buyurun. Mən mənə göndərdiyiniz nömrə ilə əlaqə saxladım, yəni WhatsApp üzərindən deyək də. Hələ ki geri dönüş olunmayıb mənə. Olunmayıb geri dönüş? Xeyr, müəllim. Yaxşı, mən indi danışaram, yaxşımı? Oldu mən. Tamam. Çox sağ olun. Mənə yazarsınız. İndi mən onlara yazaram. Çox güman ki, mənə cavab verməyə bilərlər. Sabah da cavab verə bilərlər. Amma ki, yəni dediyim kimi mən onlarla danışaram. Sabah mənə yazarsınız. Mən dəqiqləşdirmə aparıram. Yaxşımı? Yaxşı, müəllim. Çox sağ olun. Tamam. Başqa sualı, fikri olanlar? Yoxdursa bu qədər. Sağ olun.